klinikada en yüksek seviyede hicama. İnsanlarımız bu dəqiqə çox sevirlər hicama elətdirməyi, zəli qoydurmağı, apiterapiya, arı müalicəsi qəbul eləməyi və zob xəstələrini qurbağa ilə müalicə etməyi, bitkiləri, meyvələri. Bax, insanlarımız deyir, mən nə çay içə bilərəm ki, mən qara çay içmək istəmirəm, hər gün içim. Deyirəm, ömrü boyu hər gün sən nanə çayı içsən, ya yarpız çayı, biri mədənidir, biri də təbiidir. Yəni, yabanıdır. Hansını qəbul etsən və yaxud da ki, əgər narahatçılıq vermirsə, kəhliyotu çayı ömrü boyu qəbul edə bilərsən. İndi kimdəsə baş ağrısı verə bilər, ya təzyiqini qaldıra bilər, ya indirə bilər, təbii ki, o adamlara məsləhət görmürəm. Bu, ümumiyyətlə, bir məna var. İndi bir elə çaydan söz düşdü, bir mixək çayı. Mixək çayı qəbul edin, mixək çayı o da bir mövzuzədir. Mən hər gün, hər dəfə 3-4 dənə mixək atıram, dəmləyirəm. Düzdür, mixək ağızdan gələn pis qoxunu aradan qaldırmaq üçün gözəldir, immuniteti qaldırmaq üçün, orqanizm möhkəmləndirmək üçün çox keyfiyyətlidir, həzm sistemi üçün dəvətsizdir, sinir sistemini sakitləşdirir. Ancaq eyni zamanda çay kimi də ətirli çaydır da, hər bir adam böyük bir həvəslə, ləzzətlə mixək çayını da içə bilər. Mixək çayını bitki çaylarının da içinə qata bilərsən, yəni bitki çaylarının özlərinin də bəzilərini bir-birinə qata bilərsən, təbii o qan durulducu, belə qan qatılaşdırıcı bitkilərin çaylarını demirəm. Çünki onları içəndə mütəmmədi olaraq qanın qatılaşması yoxlanmalıdır ki, son nəticədə qan qatılaşıb tromba gətirməsin, infarkta gətirməsin. Xüsusilə də gicikən çayı içənlər, dəfnə yarpağının çayını içənlər onu çox vaxt oynaq xəstələrinə görə, revmatizmə görə qəbul edirlər. Ancaq qanı qatılaşdırdığı üçün mütləq mütəmmədi olaraq yoxlanmalıdır.